Siz xəbəriniz var ki, Səudiyyə Ərəbistanda universitet yoxdur. Ay Abdesdə, bəs demirsiniz ki, siz dünyadan xəbəriniz var. Hansı xəbəriniz var sizin dünyadan? Akşin yenisi özü olsun. Bu insan araşdırmasıdır, yazıcısıdır, yazardır, publisistdir, kimdir? Bunun xəbəri yoxdur, araşdırma aparsın, görsün universitet harda var. Neft və Minerallar Universiteti 67-ci yerdə, baxın, Zəhran şəhərindədir, rayondadır. Dünyanın 67-ci universitetidir, ən yaxşı. Kral Saud adına universiteti 143-cü yerdə. O Akşin yenisi girdiyə, Saudiyyədə xəbəriniz varmı ki, universitet yoxdur? Bu hardan götürüb o xəbəri? Araşdırmacı, yazıcı, şair, publisist belə səhv eləyər. Elşad Mirəz olsun. Çıxıb deyir ki, baxın, oxumaq üzrə müsəlman ölkələri geridədir. Mən ona nə qədər də sayarım, qeyri-müsəlman ölkələri geridədir, oxumaq, yazmaq üzrə zəif olanlar. Bilmiyorum, həm universiteti var. Bilirsiniz neçənci yerdədir? Bu, Saudiyyədə olan universitet 63-cü yerdədir, düzdür? Baxın, bilmiyorum, həm universitet 68-ci yerdədir, baxın. Mən yəni buna qısa dedim ki, biləsiniz ki, bu ateistlər nə istəyirlər ki? Müsəlman ölkələrini aşağılamaq istəyirlər. Amma saysaq biz, müəyyən minus müsəlman ölkələrində var və xeyli nə qədər üstünlüklə müsəlman ölkələrində var. Buyurun. Akşin Yenifli, bu da ateistlərdən biridir. Ölkədə danışırdı, eləyirdi və s. Biz qıradan baxırdıq, hərdən görürdük. Efirlərdə çıxmaq istəmirdi, videoları düzəltmək istəmirdi, deyirdi, danışır da. Amma baxırıq ki, susanda həqiqətən, belə deyirlər. Bu yaş gəlir, deyir ki, çeviş yox idi, siz danışmırdınız. Deyirəm ki, çevişdən qaba biz başlamışıq mövzuya. Bizim danışanda Allahın varlığından, uca Allahın və s. mövzular danışanda heç çeviş özü yox idi. Bu mövzularda yox idi, yəni. Buyurun, Akşin yenisi elanda da vermişdi. Səsini dinləyə zəhmət olmasa, sonra mövzu ilə bağlı danışsam, deyəcəm məqsədim nədir? Elə bil ki, bəziləri var ki, müsəlman ölkələrini gözdən salmaqla İslamı vurmaq istəyirlər. Nəticəni göstərməsi, baxın, müsəlman ölkələri geridə qalıb, budur və İslamın özünü, əstəğfurullah, yaradanı aşağılamaq istəyirlər. Quranımızı, İslamımızı aşağılamaq istəyirlər və onunla da İslam ölkələrini vurmaq istəyirlər. Danışası o qədər mövzular var ki, bu arada. Bəziləri var, çıxırlar hələ özünə, Elşad Mirəz olsun. Çıxıb deyir ki, baxın, oxumaq üzrə müsəlman ölkələri geridədir. Mən ona nə qədər də sayarım, qeyri-müsəlman ölkələri geridədir, oxumaq, yazmaq üzrə zəif olanlar. Afrikanın içində bir neçə xristian ölkələr var, İberiya və s. Nə qədər ölkə var, yenə sayarım. Mərkəzi Afrika və s. Onlar xristian ölkələrdir, qeyri-müsəlman ölkələr həmçinin yazma oxumaq çox zəifdir. Azərbaycanın yazma oxumağı dünya statistikası 100% göstərir. Fransada 99 göstərir. Nə qədər Avropa ölkələri var ki, daha az göstərir. Yəni, gəlib ancaq bir dənə düzdür, təsvir olsun ki, bəzi məsələdə müsəlman ölkənin zəifliyi var. İndi o barədə bir gün danışaq inşallah. Amma bəziləri İslam ölkələrini aşağılayıb lazımsız yerə, yəni şər atıb, böhtan atıb. Olanı denən qəbul eləyək, biz cavabı verək ki, nəyə görə? Çünki həmin o müsəlman ölkələri uca Allah bəyəm, neçə faizi ibadət edir Allaha? Neçə faizi Quran deyən əməl eləyir? Neçə faizi Quran deyir, elm də öyrən? Dinimiz deyir, elm də öyrən. Neçə faiz onu əməl eləyir? Sonra gəlib deyirsiniz ki, müsəlman ölkəsi filan məsələyə görə geridə qalıb. Baxsaq görürsünüz ki, o ölkədə heç 1%, 2% İslam'a əməl etmir. 98% hanı bəs, niyə inkişaf eləmədi bəs? O ibadət eləməyənlər. Buyurun, Akşin yenisinin səsinə qulaq asın, zəhmət olmasa, sonra keçəcəm mövzumuza. Görün, biləcəksiniz nədən gedir söhbət. Siz xəbəriniz var ki, Səudiyyə Ərəbistanda universitet yoxdur. Siz xəbəriniz var ki, Səudiyyə Ərəbistanda universitet yoxdur. Siz xəbəriniz var ki, Səudiyyə Ərəbistanda universitet yoxdur. Siz xəbəriniz var ki, Səudiyyə Ərəbistanda... Yəqin bu mövzunu bilirsiniz, məşhur mövzudur. Bununla bağlı mən həmişə istəmişdim bir mövzu hazırlayayım, amma uca Allah elə gətirib ki, elə burada danışırıq və inşallah ki, paylaşarıq. Baxın, əziz izləyicilər, dediyim kimi, bu adam bizim məqsədimiz hər hansı müdafiə eləmək deyil. Sadəcə olaraq İslam mərkəzini, Quran-Kərim orada nazil olub, Məkkə, Mədinə və s. aşağılama niyyətinə bu insan, ay ateistlər, bəs demirsiniz ki, siz dünyadan xəbəriniz var. Hansı xəbəriniz var sizin dünyadan? Akşin yenisi özü olsun. Bu insan araşdırmasıdır, yazıcısıdır, yazardır, publisistdir, kimdir? Bunun xəbəri yoxdur, araşdırma aparsın, görsün universitet harda var. Neçənci illərin universiteti var. Özü hansı öndədir? Göstərəcəm mən sizin, qabağınızda universitet baxacaqsınız, görəcəksiniz ki, hansı universitetlərdən müsəlman ölkə universitetləri öndədir. İndi onu görəcəksiniz, bir subutla baxın, xahiş edirəm. Dediyim kimi, mənim məqsədim hər hansı müdafiə eləmək deyil, bəli, İslam müdafiə eləməkdir. Məqsəd odursa, İslam müdafiə eləməkdir və indi sizə göstərəcəm sizə bəzilərini inşallah. Baxın, əziz izləyicilər, topuniversites.com saytı var. Orada universitetlərin sıralaması var, ən yaxşı universitetlər. Misal üçün, hələ Saudiyyənin şəhəridir, rayonu deyək. Baxın, neçənci topdadır? 1001-1200-cü topda. Təbuk Universiteti. Təbuk Universiteti dünyada 1001-1200-cü yəni yerdədir, ən yaxşı universitet sayılır. Bu bir. Yuxarıdan başlamışam, aşağı düşəcəm. Aşağı düşəndə görün nələr görəcəksiniz. Statistiklərdən zəhmət olmasa baxın. Bu Akşin yenisi kimlər də gəlsin, qoşulsunlar, cavab versinlər. Səudiyyə Ərəbistanda xəbəriniz varmış ki, universitet yoxdur deyir. Yuxarıdan başlayıram. Baxın, Təbuk Universiteti rayondur hələ. Bu bir.
Keçək ikinciyə. Şimali Sərhədlər Universiteti. Baxın. Bu da statistikada 1001-1200-cü yerdədir. 1500-cü yerdə olan universitet var ki, sevinir ki, biz 1500 çatmışıq. Baxın. Taif Universiteti Məkkənin yanında şəhərdir. Taif 901-950-ci yerdə dünyada. Taif Universiteti. Bu sayt rəsmi dünya saytıdır, yəqin ki bilirsiniz. Taif Universiteti 901-ci yerdə. Keçək aşağı düşür yavaş-yavaş. Hayl Universiteti 951-ci yerdə həmçinin. Hayl Universiteti. Baxın. Həmin saytdır, yəni bu rəsmi saytdır. Bu dünyada universitetlərin ən yaxşı universitet sıralayır. Sonra İmam Muhammed ibn Saud İslam Universiteti. Ər-Riyadda yerləşir İslam Universitetidir. Baxın, neçənci yerdədir? 851-ci yerdə. 851-900 arası. Muhammed ibn Saud İslam Universiteti. Neçənci yerdədir? İslam Universiteti. Baxın, dünyada universitetlər var ki, 1500-ə gəlib yaxın dura bilmir hələ. Məşhur universitetlərdir. 851-ci yerdə İslam Universitetidir Ər-Riyadda. O Saudiyyədə universitet yoxdur deyən dinləsin. Mədinə İslam Universiteti. Baxın, 2027-ci il artıq iyun ayında artıq paylanılıb. 2027-ci ildə 1001-dədir Mədinə İslam Universiteti. 1001-ci yerdədir. Amma aşağıda baxın, indi mən oxuyacağım. Aşağıda rəqəmlər var, nədir onlar? 2021-ci ildə 801-ci yerdə olub. Mədinə İslam Universiteti, Dini İslam Universitetidir. Saudi Ərəbistanında. 801-ci yer, 2001. 2022-də 801. 2023-də 801. 2024-də 951. 2025-də 1001. 2026-da 1201. 2027 təzədən 1001-ə qayıdır. 200 dəfə yenə aşağı düşdü. Təzədən, yəni yaxşı cəhətdən. Ən yaxşı universitet sayılır Mədinə İslam Universiteti. Həmin bu Mədinə İslam Universiteti adı İslam Universiteti Mədinə. Vəhiy beşiyi ocağı. Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinədə yaşayıb. Həmin bu Mədinə İslam Universiteti Ginnesin rekordlar kitabına düşüb. Baxın. Ginnesin rekordlar kitabı öz səhifəsidir və səhifəsi. Baxın aşağıda yazılır. Baxın. Mədinə İslam Universiteti Mədinə Munavvara. Bu həmin universitet Ginnesin rekordlar kitabına düşüb. Nəyə görə? Dünyada ən çox millət oxuyan universitetdir. Həmin bu universitet. Bu haqda daha geniş danışmaq olur və universitetlərin həmçinin ulduzları da olur. 4 ulduz, 5 ulduz, müəyyən səbəblər bir-bir var. Qoymamışam burada, vaxt yetməsin sizə də. Həmişə 5 ulduz alır, bəzən 4 ulduz alır, bəzi bir-iki məsələdə. Həmişə 5 ulduz alır. Mədinə İslam Universiteti, Dini Universitet. Buyurun. Sonra düşürəm aşağı. Qasım Universiteti 801-ci yerdə. Rayon Universiteti, baxın, dünyada 801-ci yerdədir. Onu da deyim ki, sözsüz ki, Azərbaycanda bəzi universitetlər var, maşallah olsun. Bəzi illəri təəssüf olsun, biri də belə düşməyib, təəssüflər olsun, biri də belə düşməyib. Amma son zamanlarda Allah şükür ki, Azərbaycan universitetləri 800-dən yuxarı olan var, 900 olan var, 1000-də olan var, 1100-dən, 1200-də olanlar var, bəzi Azərbaycan universitetləri və bu da sevindirici Allah şükür. Təəssüf olsun, əvvəlki illərdə yox idi, çox pis oldu həqiqətən, amma son zamanlar 27-də düşüb Allah şükür Azərbaycanın bəzi universitetləri. Tez-tez danışsan, orada yazın, danışın tez. Qasım Universiteti, Rayon Universiteti. Baxın, Ciddədə Effət Universiteti 851-ci yerdə. Saudiyədə universitet yoxdur deyən o, Akşin yenisi var ha. Onun üçün də bu çıxışımız ki, görsün ki, müsəlman ölkəsini aşağılamaq istəyirdi sözsüz ki. Məqsəd onu Saudiyəni aşağılamaq özü bilər. Amma söhbət o məqsəd odur ki, müsəlman ölkəsini Məkkə Mədinə aşağılayıb elmsiz savası göstərmək istəyirlər. Buyurun. Ər-Riyadda 801-ci ildə yenə Əl-Feysal Universiteti. Baxın, Ər-Riyad. Əl-Feysal Universiteti, Ər-Riyad. Statistika, Top University statistikasıdır bunlar hamısı. Hələ aşağı düşürəm. Baxın, Prins Nura bint Abdurrahman qızı Prins Nura, yəni Şəhzadə Nuranın adı universiteti Ər-Riyadda 731-ci yerdə. Baxın. Əzizlər, 731-ci yerdə qadın adına universitetdir. Prins Abdurrahmanın qızı Nuradır adı. Onun adına universitet Ər-Riyadda yerləşir. 731-ci yerdədir. Dünyada ən yaxşı universitetlər sırasında əzizlər. Baxın. Gəlin hələ aşağı düşsə görün hara gəlib çıxacaqdı. Az qalmışam. Sonra baxın. Ummul-Qura, Məkkənin Universiteti əzizlər, neçənci yerdədir maraqlıdır. Məkkənin Ummul-Qura Universiteti. Məkkənin Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin doğulduğu şəhər. Kəbə olan yer. İslam Universitetidir. Ummul-Qura Universiteti, İslam Universiteti. Şəhərlər anası deməkdir Ummul-Qura. Şəhərlər anası universiteti. Neçənci yerdədir? 622-ci yerdə. Gedin baxın da sizə nə qədər universitet göstərərəm. Avropada hətta. Fərqi yoxdur, şərqdə, qərbdə bu yerləri tuta bilmirlər heç. Hələ düşürəm aşağı, baxın zəhmət olmasa. Məkkə İslam Universiteti 622-ci yerdə dünyada. 648 King Faisal Universiteti. Bu da rayondur, hüquq şəhərdir, rayon. Saudi Ərəbistanında 648-ci yerdə. 648-ci yerdə rayon universiteti hələ. Baxın. King Xalid Universiteti, Kral Xalid Universiteti. Əbhə rayondadır, Saudi Ərəbistan cənubunda. 535-ci yerdə. Dünya sıralamasında əzizlər, baxın rəqəmlər orada yazılır, bax. 535-ci yerdə
Kral Xalid Universiteti rayon universitetidir. 535-ci yerdə dünya statistikası üzrə. 491-ci yerdə hansıdır? İmam Abdurrahman İbn Feysal Universiteti, Dammam şəhərində, Səudiyyə Ərəbistanının şərq bölgəsində. 491-ci yerdə, baxın, bura gəlib çıxan dünyada çox az universitetlər var. 491-ci yerdə rayon universitetləridir. Yenə düşürəm aşağı. Kral Abdüləziz Universiteti Ciddədədir. 163-cü yerdə, baxın, bitirəm artıq. 163-cü yerdə bilirsin nə deməkdir? Dünyada tanıdığımız universitet var, indi gələcəm orada. Onların hamısından əksəriyyətdən qabaqdadır. Kral Abdüləziz Universiteti Ciddə şəhərində. 163-cü yerdə. Bunu dünyanın rəsmi saytı, araşdırmalar sözlük saytı bilinir. Hamı bilir bu sayt nədir? Orada deyilir. Baxın, keçirəm. Hara keçəyim? Hə, burada 436-cı yerdə universiteti var idi. Xubar Universitetindədir. Bu da Səudiyyanın şərq prinsi Muhammed ibn Fəhd. Məhəmməd ibn Fəhd adlı Fəhd adlı universitet 436-cı yerdə, baxın. 436-cı yerdə. Hələ rayon universitetidir. Sonra baxın 143-cü yerdə, baxın əziz, 143-cü yerdə birisi nə deməkdir? Riyadda King Saud, Kral Saud adlı universiteti 143-cü yerdə. O Akşin Yenisey girdiyə Səudiyyədə xəbəriniz varmı ki, universitet yoxdur? Bu hardan götürüb o xəbəri? Araşdırmacı, yazıcı, şair, publisist belə səhv eləyəriz. 67-ci yerdə haradır? Bu desəm maraqlı, çox maraqlı. Səudiyyə Ərəbistanının Zəhran şəhəri 67-ci yerdə əzizləyicilər. Nə universitetidir onu da deyim sizə? Kral Fəhd Neft və Minerallar Universiteti. Kral Fəhd Neft və Minerallar Universiteti 67-ci yerdə, baxın, Zəhran şəhərindədir, rayondadır. Dünyanın 67-ci universitetidir, ən yaxşı. 67-ci universitetidir, baxın, əzizləyicilər. Görün, nə deməkdir 67-ci universitet, nə deməkdir? Dünyanın ən yaxşı universitetidir. Bu 67 birisi nə deməkdir? Və bəzən də 63 olur, baxın. 2027-də oldu 63. Qalxdı oldu 63. 2027-ci ilin altı cavabları çıxıb, həmin bu saytda oldu 63-cü yerdə. Həmin universitet, dediyim universitet. 63-cü yerdə dünyanın ən yaxşı universiteti sayılır və gəlib çıxıb deyirlər ki, Səudiyyə Ərəbistan universiteti yoxdur. Həmin bu universitet necə olub? 15-ci ildə 255-ci yerdə, 25-ci yerdə olub. Gəlib olub 25-ci ildə 101, 26-cı ildə 67, 2027-ci ildə olub 63-cü yerdə. Həmin bu Neft Universitetidir, Zahran şəhərində, Səudiyyə Ərəbistanda. 63-cü yer bilirsin nə deməkdir? Birmingham Universiteti var. Bilirsin neçənci yerdədir? Bu Səudiyyədə olan universitet 63-cü yerdədir, düzdür? Baxın, Birmingham Universiteti 68-ci yerdədir, baxın. Bu universitet Birmingham Universiteti 68-ci yerdədir. Görün, Müsəlman Universiteti, Neft üzrə Universiteti, Səudiyyə Ərəbistanda yerləşən universitet Birmingham Universitetinin önündədir. Tək ondan yox. Kyoto Yaponiya Universiteti, Brown ABŞ Universitetindən 66-dır. Kopenhagen Universiteti 90-cıdır. İndi bunlar hamısı göstərmirsə vaxt getməsin. Washington Universiteti 92-cidir. Osaka Yaponiya 95-ci. 111-ci Sapienza Roma İtaliya Universiteti. 115-ci Lomonosov adlı Moskva Universiteti. 115-dir. Bu Səudiyyə Ərəbistanda olan, müsəlman ölkəsində olan Akşin Yenisey Dirdorda Universiteti yoxdur, 63-cü yerdədir. Lomonosov Moskva Universiteti 115-ci yerdədir. 123-də Helsinki, Finlandiya. 131-də Oslo, Norveç Universiteti, Oslo. 131-də Wisconsin Universiteti, ABŞ-dakı universitet. 133-cü yerdə Braziliyada Sao Paulo. Çox deməyim, gəlim aşağı və tanıdığımız 230-cu ildə Tübingen Almaniya Universiteti. Baxın, 230-cu yerdədir Tübingen Almaniya Universiteti. Bu dediyimiz o Səudiyyə Ərəbistandakı universitet 63-cü yerdə idi. Milan Universiteti 270-ci yerdə, Delhi Universiteti Hindistan 222-ci yerdə, York Kanada Universiteti 322-ci yerdə idi. Mən yəni bunu qısa dedim ki, biləsiniz ki, bu ateistlər nə istəyirlər ki? Müsəlman ölkələrini aşağılamaq istəyirlər. Amma saysaq biz, müəyyən minus müsəlman ölkələrində var və xeyli nə qədər üstünlüyü də müsəlman ölkələrində var. Saysaq bitmir. Elə içki qurşanmaq və s. nələr sayca bitmir. Nə qədər statistikalar var, saymıram indi burada. İyrənc şeylər var ki, qeyri-müsəlman ölkələrindədir. Biz istəyərək onlar da yaxşı olsun. Biz demirik kim pis olsun. Hamısı yaxşı olsun. Amma gəlib müsəlman ölkəni aşağılamaq istəyirsiniz bəzi səbəblərlə. Bu Akşin Yenisey kimlər ki, xəbərimiz varmış, deyir Səudiyyədə universitet yoxdur. Bir də bunu eşin zəhmət olmasa, görün nə deyir. Siz xəbəriniz var ki, Səudiyyə Ərəbistanda universitet yoxdur. Xəbəriniz var ki, Səudiyyə Ərəbistanda universitet yoxdur. Siz xəbəriniz var ki, Səudiyyə Ərəbistanda universitet yoxdur. Buyurun, universiteti göstərdim. Neçənci yerdə universitet göstərdim. Və indi keçirəm müsəlman ölkələrin, dünyada müsəlman ölkə universiteti göstərdim qısa olaraq. Buna da baxın zəhmət olmasa.